Zaman mövzusunda 101-ci sual. Deməli, burada bağlayıcı ortada gəlibdir. If bağlayıcısı birinci bağlayıcının sağ hissəsini işləmək lazımdır. Sağ hissədə dedik ki, gələcək zaman olmaz. Ona görə C və Y bəndi çıxır. Sonra baxmalıyıq zaman uzlaşmasına. Dedik ki, indiki zaman, indiki zamanla və gələcək zamanla uzlaşır. Keçmiş zaman isə sadəcə keçmiş zamanla uzlaşır. A bəndində counts indikidir, begin də indikidir. Sadəcə burada səhv odur ki, cümlənin mübtədası operation'dır. Təkdə də deyə gələk begin yox, begins olardı. B bəndi doğru olacaq. İndiki zamana, gələcək zaman. D bəndində isə nurse də operation sözü təkdədirsə, count'un da sonunda S olmalıydı, begin'in də sonunda S olmalıydı. Ona görə bu variantlar yanlışdır. 102-ci sualda if bağlayıcısı əvvəldə gəlibdir. Əvvəldə D bəndi olmaz, will-ə görə yerdə qalan hər biri olar. A bəndi ona görə səhvdir ki, he üçüncü şəxs isə passive, axırında es olmalıydı. Yerdə qalanı doğrudur. B bəndində isə passive indiki zaman, got keçmiş zamanı, zaman uzlaşması pozulub. 7-də past keçmiş, will gələcək, zaman uzlaşması pozulub, qalır C. Passive indiki, will gələcək, indiki ilə gələcək zaman uzlaşır. 103-cü sualda if bağlayıcısının yanında have indiki zamandırsa, davamına düşməlidir gələcək zaman. Sonra 104-də if bağlayıcısının yenə sağı comes indiki zamandırsa, digər tərəfə düşəcək gələcək zaman. Yəni B və D arasında qalır. Sadəcə yadda saxlamaq lazımdır ki, biz I, bir də we, mübtədamız I ya da we olanda orada shall işlədirik. Yerdə qalanlarında will işlədirik. Ona görə burada olacaq will. Sonra 105-də if bağlayıcısının yanına, ümumiyyətlə bağlayıcının yanına ya sadə indiki götürməliydik, ya da sadə keçmiş, gələcək zamanlar olmazdı. Digər tərəfdə gələcək verdiyi üçün gələcək zaman sadəcə uzlaşır, indiki zamanla, yəni D və Y bənd arasında qalırıq. Cümlənin mübtədası da it olduğu üçün biz ona verə bilirik doesn't, yəni xəbəri təkdə veririk. Sonra 106-da if bağlayıcısının sağına baxırıq. Sağda dedik mürəkkəb zamanlar olmazdı, yəni gələcək zaman olmazdı və A bəndi doesn't indiki zamanda olar, didn't keçmiş zamanda sadə keçmiş olar, doesn't yenə sadə indiki, takes sadə indiki, bir dənə want'ı çıxa bilirik. Yerdə qalan variantlarda baxmarıq zaman uzlaşmasına. Keçmiş zamanda bu indiki zaman uzlaşması pozulub. Keçmiş zamanda bu gələcək zaman, yenə də zaman uzlaşması pozulubdur. Want gələcək doesn't indiki olar. Want gələcək takes indiki olar. Burada deməli baxacaq cümlənin tərcüməsinə. Əgər deyir o taksiyə minsəydi, tutaq ki, D bəndi olsa, cənab, burada tərcümə ilə daha doğru olur, C bəndi olur. Deyir ki, əgər o taksiyə minməsə, təyyarəyə də çatmayacaqdı. Cavab ona görə olur C bəndi. 107-ci sualda yenə də if bağlayıcısı ortada gəlib. Bağlayıcı ortada olanda birinci onun sağını işləmək lazımdır. Sağında will olmaz deyə çıxırıq. Yerdə qalanlarda baxmalıyıq zaman uzlaşmasına. Gets indiki, graduated keçmiş olmur. Will gələcək, graduated keçmiş olmur. İkisi də indiki zamandır. Sadəcə səhv ondadır ki, Sam üçüncü şəxsdir, he də üçüncü şəxsdir. Ona görə feilin sonunda S olmalıydı. Yerdə qalır cavab Y bəndi. İndikiyə gələcək zaman verib. 108-də bağlayıcının sağında will olmaz deyə çıxırıq. Will gələcək zaman, pull indiki zaman olar. C-də pulled keçmiş will gələcək olmaz. D-də pulls indiki will gələcək olar. Amma U-ya görə biz pulls axırında S olmaz. Biz he, she, it-də verə bilirdik feilin axırında S. İndiki zamandır, keçmiş zamandır, olmaz. Cavab qalır A bəndi. 109-da bağlayıcı əvvəldə gəlib, bağlayıcının yanında will olmazdı. Əmizar was və ing olmazdı. Yerdə qalan variantlar birinci tərəfə görə doğrudur. İkinci tərəfə baxaq. A-da learn indiki will gələcək olar. B-də learn indiki found keçmiş olmaz. Learned keçmiş, have indiki bitmiş olmaz. Cavab olur A bəndi. Sonra 110-cu sualda if bağlayıcısı ortada gəlib, bağlayıcının sağında dedik gələcək zaman olmaz deyə bunları çıxırıq. Didn't keçmiş, don't indiki zaman olmaz. Doesn't indiki, see indiki olar. Amma ki she'yə görə feilin sonunda S olmalıydı. Ona görə C bəndi də səhvdir. D-ni də çıxmışdıq. Yerdə qalır Y bəndi. İndiki zamana verib gələcək zaman. Sonra 11-də
Last sadə keçmiş zamandır, yəni left. Since isə indiki bitmiş zamandır, yəni have has PH'dir. İkinci tərəfə veririk. Sonra 112-ci sualda. 112-ci sualda verib after bağlayıcısı. Bağlayıcının sağında have has PH'də olmazdı, will shall olmazdı. Çıxdıq, sonra baxacağıq zaman uzlaşmasına. İndikiyə gələcək verib olar. Keçmişlə indiki olmaz. Biri götürəcəyik. 3-də isə keçmişlə keçmiş olur. Cavab olur 1-3. Yenə də after bağlayıcısı sağında will olmaz, have has olmazdı. İndikiyə gələcək zaman olar. Keçmişlə indiki olmaz. Keçmişlə keçmiş olar. Cavab olur yenə də 1-3. Sonra burada birinci tərəf cümlənin mübtədası cansızdır. Məchul növ işlədəcəyik biz burada. Məchul növ işlədəcəksə, tutaq ki, B bəndini versək, B bəndi olmaz. Çünki mani təkdədirsə, xəbər burada ar verə bilmərik biz. Həmçinin C bəndində xəbəri v də verə bilmərik. A bəndində sadə keçmiş zamanda olmazdı. Bizə məchul lazımdır. Çünki deyir, kəndlilər tərəfindən pul tapıldı. D də ola bilər, Y də ola bilər. Onlar verdilər onu polisə. Yəni hal-hazırda tapılır, yox. Tapıldı keçmiş zamanda. Yəni tapılır indiki zamanda olur bu, olmur. Ona görə cavab olur Y bəndi tapıldı və onlar onu verdilər, gave. Bu feil işlədirik, verdilər polisə. 15-ci sualda, 115-ci sualda after bağlayıcısının sağında will olmaz deyə 3 variantı çıxırıq. Cavab olur A bəndi. Left keçmiş, went keçmiş. C-də isə left keçmiş, will gələcək, zaman uzlaşması pozulub deyə olmaz. Sonra 116-cı sualda when bağlayıcısının sağını işləyək. Sağda will olmaz, have has PH'də olmaz. Yerdə qalan cavablar doğru görünür. Amma bir səhv olacaq. Çünki has indiki bitmişdi, got keçmiş zaman olmur. Digərlərində düzgünlüyünü yoxlayaq. Was keçmiş davam edici, got sadə keçmiş olar. Get indiki zaman, will gələcək zaman. İndiki ilə gələcək zamanda uzlaşır. Cavab olur 3-5. Yenə when bağlayıcısının sağında have has PH'də olmaz. Sonra baxaq zaman uzlaşmasına. Have indiki bitmişdi, came keçmiş olmur. Cavab ona görə qalır yerdə 3-4. Keçmişə verib keçmiş davam edici, indikiyə verib gələcək zaman. When bağlayıcısının yanında bu suala bütöv baxaq. Aha. When bağlayıcısının yanında have has PH'də olmaz, will shall olmaz. Yerdə qalan variantlar doğru görünür. Sonra baxaq. Bizim ifadəmiz var idi. Used to yox. Used to edərdi, gedərdi. İndi burada used to versək gedərdi. Yəni güləşə gedərdi. Ona görə B bəndi də olmaz. Həm də zaman uyğunluğundan da olmur. Was indi keçmiş idi. Use indiki zaman. Sonra yerdə qalan Y ilə C doğru görülür. Amma bizim ifadəmiz used to'dur. Bunun yanında to'su da olmalıdır. Həm də keç bu qaydanı unutsaq belə iki feil yanaşı, yəni belə gətirib boşluğa qoysaq use go olmaz. İki feil yanaşı belə bu şəkildə gələ bilmir. Ortaya ya to girməli ya da ikinci feil ing şəklində işlənməlidir. Ona görə bu da yanlış olur. Cavab qalır C bəndi. 119-cu sualda variantlara baxmaqla cavabı tapa bilərik. Yəni biz burada görürük ki, nə bağlayıcımız yoxdur, nə zaman zərfi yoxdur. Cavab olacaq A bəndi. Was keçmiş davam edici, yenə də was keçmiş davam edici, keçmişə keçmiş zaman. Bəs digərlərində nə səhvdir? Was keçmişdir, is indiki. Am indiki zamandır, was keçmiş. Try da indikidir, interrupt da indikidir. Amma səhv oradadır ki, my little sister. Mənim balaca bacım, biz bunu əvəzliyə dəyişəndə she eləyirik və onun da mübtəda daha çox xəbərini verəndə gərək interrupts feilin axırında s olaydı. Sonra am indiki zaman, interrupted keçmiş zaman, zaman uzlaşmasını pozur, ona görə qalır A bəndi. While bağlayıcısında demişdik ki, while bağlayıcısının hər iki tərəfinə davam edici zaman verə bilirdik. Və bu qaydaya əsasən də əslində belə baxanda hamısı doğrudur. Sadəcə zaman uzlaşması pozulan var. Was keçmiş, am indiki olmur. Is indiki was keçmiş olmur. C ilə D-də hər ikisi keçmiş zamandır deyə olar. Am indiki zamandır, read keçmişdir. Əgər read 3 forması da eyni olan feilidir. İndiki zamanda da read idi, keçmiş zamanda da read idi, hətta bitmiş zaman formasında da read idi.
Əgər bu dedik indiki zamanda olardısa, yəni burada indiki zamanda vermiş olsaydıq, gələk bunun sonunda s olardı. Əgər sonunda s vermişsə, deməli bu keçmiş zamandadır. Onda keçmişlə də indiki zamanda uzlaşma pozulur. Qaldıq C ilə D arasında. Baxacağıq burada mübtəda xəbərə. A ilə was işlənir. V olmaz. Ona görə cavab olur D bəndi. Ətlə yesterday-nin birləşməsi olur keçmiş davam edici, yəni A və B arasında qalırıq. Z ilə də V olur. Sonra 122-də when bağlayıcısının sağında was ing olmazdı. Yerdə qalan hər biri olar. Zaman uzlaşmasından went keçmiş are indiki olmaz. Went keçmiş were keçmiş olar. Went keçmiş have indiki bitmiş olmaz. Go indikidir, watch indikidir. Sadəcə səhvimiz odur ki, cümlənin mübtədası power təkdədir deyə gərək burada goes out olardı. Yəni feilin sonunda s ya da es şəkilçisi olmalı idi. Mübtədamız tək olduğuna görə. Sonra at that moment indiki davam edici zamandır. Yəni biz burada A və B arasında qalırıq. Üzr istəyirəm. Burada at that həmin vaxtda yatırdı kimi. Biz burada keçmiş davam edici zamanlar arasında qalırıq. Yəni o həmin vaxtda yatırdı, keçmiş davam edici olur. C ilə Y bənd arasında qalırıq. Həmin vaxtdakı tərcümə ilə olacaqdı. O həmin vaxtda yatırdı. Ona görə də telefon zəngini eşitmədi. Cavab olur Y bəndi. Burada C-ni yazsaydıq olacaqdı ki, telefon zəngini eşitdi. While demişdik tərəflərdə davam edici zaman verə bilirik. Sadəcə zaman uzlaşmasını gözləməliyik. Cavab burada olacaq C bəndi. Keçmişə keçmiş. İndiki zamanla keçmişdi deyə olmur. Keçmişlə indikidir deyə olmur. İndiki indikidir. Amma ki while'ın yanında sadə indiki yox. İndiki davam edici zaman olsa doğru olardı. Ren keçmiş, ring indiki zaman uzlaşması yenə də pozulubdu. 125'də while bağlayıcısından sonra yenə də davam edici zamanları götürürdük. Deməli, indiki ilə keçmişdi deyə olmur. Keçmişlə ümumiyyətlə indiki uzlaşmaz. Keçmişlə indiki olmayacaq. Sonra indiki ilə indiki, amma burada yenə də səhvimiz odur ki, cümlənin mübtədası teacher təkdədir deyə observes olsa doğru ola bilərdi. Y bəndində isə while bağlayıcısında davam edici zaman götürməyimiz daha doğru olur. Y bəndində isə keçmiş davam edici ilə keçmiş davam edici verib doğrudur. Sonra 26-cı sualda while bağlayıcısı yenə də vermişik. Hər iki tərəfinə davam edici zaman cavab olacaq. D bəndi was ing. Sonra when bağlayıcısı verib. Birinci sağını işləyək. Sağında were ing olmaz. Sonra zaman uzlaşmasına baxaq. Zaman uzlaşmasına görə böyük ehtimal ki, B bəndi çıxacaq. Yenə də doğruluğunu yoxlayaq. Deməli, B-də də 2 sadə keçmişdi, C-də də 2 keçmişdi, uzlaşır. D-də də 2 indiki zamandır, amma burada cümləmizdə keçmiş var deyə biz burada indiki zamanları götürə bilmirik. Y-də isə ümumiyyətlə zaman uzlaşması pozulub, indiki ilə verib keçmiş zaman. Qaldıq B və C bəndi arasında. Tərcümə ilə eləyək, deyir ki, tutaq ki, B bəndini versək, biz görəndə ki, o bizim arxamızda dayanıb, biz deyir, həmin vaxt onda neyirdik? Bizim fransız dili müəllimimizin çatmağını gözləyirdik. Həmin vaxtda da bunlar gözləyirdi, hərəkətlər davam edirdi. Ona görə cavab olur C bəndi. While bağlayıcısı yenə də var. Hər iki tərəfinə davam edici zaman götürsək doğrudur. Sonra 129-da when bağlayıcısı zaman uzlaşmasına baxaq. İndiki ilə indiki ola bilər. İndiki ilə keçmiş olmaz. İndiki ilə keçmiş yenə də olmaz. Keçmişlə keçmiş ola bilər. İndiki ilə keçmiş olmaz. Cavab qalırıq A ilə D bəndi arasında. D bəndi böyük ehtimal olacaq. Çünki D bəndində deyir ki, onlar gözəl quşu görəndə onlar yəni in the parkda qaçırdılar. Yəni həmin vaxt hərəkətlər gördükləri zaman onlar qaçmağa davam edirdilər. Hərəkətləri davam edirdi. Ona görə cavab olur D bəndi. Sonra 130-cu sualda while bağlayıcısı yenə də hər iki tərəfə davam edici zaman götürürük. Cavab olur D bəndi. Hətta tərəfin birini davam edici, birinə sadə keçmiş də məsələn verə bilərik. Əgər variantımızda olarsa.
Sonra 131-də while bağlayıcısı yenə də hər iki tərəfinə davam edici zaman götürəcək. Yenə də while bağlayıcısıdır. Heç bir varianta baxmadan hər iki tərəfinə davam edici zaman götürürük. Yenə də while bağlayıcısı hər iki tərəfinə keçmiş davam edici zaman götürəcək. 134-də while bağlayıcısı yenə də hər iki tərəfinə davam edici zaman olacaq D bəndi. Sonra 35-də when veribdir. Davam edici zaman olmaz deyə çıxırıq. Sonra zaman uzlaşmasına baxacağıq. Died keçmiş, həm indiki olmaz. İndiki bitmiş, keçmiş olmaz. İndiki ilə indiki ola bilər. Amma tərcümə baxımından uyğun gəlməyəcək. Cavab olacaq Y bəndi. Bir də ki, belə bir şey deyim sizə. İndikiyə indiki qaydası hər zaman doğru olan bir şey olmur. Yəni ki, əgər bağlayıcı quruluşunu yadınızdan çıxartsanız, amma keçmiş qaydası belə testlərdə düz olur. Yəni ki, mənim telefonum yəni zaryadkası öləndə, batareykası öləndə mən dostumla danışırdım. Həmin vaxtda danışmaqları davam eləyirdi. 136-cı sualda yenə də when bağlayıcısı burada da yenə cavab olacaq B bəndi. Çünki deyir ki, onlar qəzanı görəndə onlar maşın sürürdülər. Yəni həm gördükləri vaxt onların hərəkətləri davam eləyirdi. Sonra 37-də when bağlayıcısı yenə də olacaq B bəndi. Yəni bir tərəfinə sadə keçmiş, digər tərəfinə keçmiş davam edici. Onun anası ona zəng edəndə o televizora baxırdı. Yəni zəng gələn vaxtı o onun televizora baxmağı davam eləyirdi. 138-ci sualda yenə də when bağlayıcısı olacaq D bəndi. Çünki qonaqlar çatanda onlar nahar edirdilər. Yəni hərəkətləri davam edirdi. Sonra 139-da while bağlayıcı dedik, hər iki tərəfinə davam edici zaman götürə bilirik. Keçmiş davam edici zaman. When bağlayıcısı mürəkkəb zaman, yəni ing-ni çıxsaq. Burada da olacaq C bəndi. Çünki deyir ki, işıqlar went out sönəndə o kitab oxuyurdu. Yəni kitab oxumağa davam edirdi, hərəkəti davam eləyirdi həmin vaxtda. When bağlayıcısı yenə də bir tərəfinə sadə keçmiş, bir tərəfinə keçmiş davam edici zaman götürə bilirik. Bu bizim ümumiyyətcə bağlayıcı quruluşlarımızdır. Yəni ki, when'in sağında sadə keçmiş verib, digər tərəfdə keçmiş bitmiş də verə bilirik. Digər tərəfdə keçmiş davam edici də verə bilirik. Hətta keçmişə nəzərən gələcək zaman da verə bilirik. Amma burada diqqətlə baxsınız, başqa heç bir variantımız yoxdur D bəndindən başqa. Yəni ki, sadə keçmiş veribsə, keçmiş davam edici verir. Məsələn, keçmiş bitmiş yoxdur hər hansısa bir variantımızda və yaxud da Wultschult, yəni keçmişə nəzərən gələcək zaman heç bir variantımızda yoxdur. Sonra 142-ci sualda ət və yesterday-nin birləşməsi olur keçmiş davam edici zaman. Qalırıq B və C arasında. V ilə də olacaq V. Sonra 143-cü sualda when bağlayıcısı, bağlayıcının sağında will shall olmaz. Cold keçmiş will gələcək olmaz. Calls indiki did keçmiş olmur. Cold keçmiş, was keçmiş davam edici olar. Keçmiş və indiki davam edici bu da olmur. Yenə də when bağlayıcısı cavab olacaq A bəndi, yəni ki, keçmişə keçmiş davam edici zaman. Sonra while bağlayıcısı hər iki tərəfinə davam edici zaman verə bilirdik. Həmçinin əgər elə bir variantımız hər iki tərəfdə davam edici zaman yoxdursa, while'ın yanına, yəni virgülə qədər olan hissəsinə davam edici zaman verə bilirik. Yəni B, C və Y. Sonra isə baxmalıyıq zaman uzlaşmasına. Keçmiş zamanda indiki zaman olmur. İndiki zamanda keçmiş zamandır. Bu da olmayacaq. Amma B-də keçmiş davam edici ilə sadə keçmiş olar. 146-cı sualda next gələcək zamandır və gələcək zaman mənasını verən to be going to ifadəmiz var bizim. Yəni to be, burada are işlənib to be-nin yerində, going to-su da cümlədə var. 147-də belə cümlə verilibsə, nida qoyulubsa, bilin ki, ondan sonra çox zaman ya indiki bitmiş götürürük, ya da ki, indiki davam edici zaman götürürük. Amma burada nə deyir? Look at those clouds. Bulutlara bax. Burada gələcəklə bağlı bir fikir bildirir. Yəni yağış yağacaq. Ona görə olur C bəndi. Sonra 148-ci sualda. 148-ci sualda yenə də
İki nəfərdir cümlənin xəbərini can verməliyik. Yəni B və Y arasında qalırıq. Amma bu axşam da Abəndə də olar burada. Hətta went də olar. Yəni D-dən başqa hər biri olar. Amma tonight bu axşam deyirsə, orada gələcək zaman mənası var. Ona görə to be going to özü də indiki zamanda əmizar going to. Əmizar going to gələcək zaman anlayışı bildirir. 150-də next gələcək zaman bildirir. Yenə də to be going to ifadəsi istifadə eləyəcəyik.